Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi törədilib. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü İftixar Vəlizadə kəsici alətlə öldürülüb. Cinayəti törətməkdə onun 2006-cı il təvəllüdlü oğlu şübhəli bilinir. İlkin məlumata görə hadisəyə səbəb ailə daxili münaqişə olub. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu saxlayıb, araşdırma aparılır. Ağsu rayonunun sabiq icra başçısı Sərdar Məmmədov vəfat edib. Qafqaz İnfo bildirir ki, Məmmədov 80 yaşında xəstəlikdən ölüb. Qeyd edək ki, Sərdar Məmmədov uzun illər Ağsuda rəhbər vəzifələrdə işləyib. O 1991-92-ci illərdə Ağsu rayon icra hakimiyyətinin başçısı, 1990-95-ci illərdə isə bu rayonun deputatı olub.